Rusiyanın raket sistemi birçoğu öz üzerinde partlayabilir. Şimdi bundan başka bir şey de var. Avrupa'nın özünün de hava hücumundan müdafiə sistemleri var. Amerika'nın var, Amerika'nın da. Amerika'nınki daha effektlidir. Bunu itiraf etmek lazımdır. Reagan'ın dövründə düzəldilmiş Ulduzlar Müharibəsi deyilən hava hücumundan müdafiə sistemləridir. Eğer Amerika'nın hava hücumundan müdafiə sistemləri də işə düşsə, Rusiyanın balistik raketləri elə şaxtadan qalxdığı yerindəcə məhv edilə bilər. Şaxtadan qalxdığı yerindəcə. Yerdən ayrılıb 10-15 metr aralandıktan sonra havada məhv edilə bilər. Rusiyanın ən güclü nüvə silahları sualtı qayıqlardadır, atom sualtı qayıqlarındadır. Mən özüm Sakit Okean donanmasında qulluq eləmişəm və orada o zaman təkcə Sakit Okean donanmasında 6 ədəd atom sualtı qayığı var idi. İndi mətbuatdan oxuyuram ki, Rusiyanın cəmi cümlətəni bütöv donanmalar üzrə 6 sualtı qayığı qalıbdır, yəni o yerdə qalan qayıqlar sıradan çıxıbdır və yaxud da ki, zərbə qüvvəsi endirməyə qadir deyil və yaxud da ki, digər texniki nasazlıqlar ucbatından döyüşə yararlı vəziyyətdə deyil. Bax, bu nöqteyi nəzərdən bugün Rusiyanın həm nüvə donanması, həm quruda, tayqalarda, nə bilim, haralarda yerin altında gizlədilmiş nüvə sistemləri tam döyüşə hazırlı vəziyyətdə deyil. Və yaxud da ki, bunların döyüşə hazırlıq vəziyyəti çox ciddi narahatlıqlar doğurur. Şimdi qaldı o nüvə silahının tətbiqi məsələsinə. Bu məsələdə onlar qorxacaqlar, geriyə çəkiləcəklər. Çünki Trump haranın nəyi olsa da Amerikanın başqa qüvvələri var. Pentagon yeri gələcək, Trump'ın əmrlərinə və nələrinə də etina etməyəcək. Ulduzlar müharibəsinin o hava ştivarı hansı ki Rusiyanın ballistik raketlərinin qarşısını almaq üçün nəzərdə tutulub səmada. Bunların hamısını işə salan Pentagonda var, orada olan kadrovi generallardır. Bu generalların başı Rusiyanı məhv etmək, Rusiyanı sıradan çıxartmaq, dünyada Amerikanın yeganə güc və nüvə silahı mərkəzi kimi təsdiq etmək zehninə köklənibdir. Onlar Trump nə deyir desin, Rubiyə nə söylüyü söyləsin. Hətta yeri gəlsin onların üstünə təpinib deyəcəklər, oturun yerinizdə bir də səsinizi çıxartmayın. Bax, belə bir vəziyyətin yaranmasının da şahidi ola bilərik. Dünya alovlanır, yanır, dünyanı məhv etmək istəyirlər, bizi məhv etmək istəyirlər. Mən nə etməliyəm? Trump'ın ağılsız fikirlərinə qulaq asıb ləzzət almalıyam. Pentagonun başçısı deyəcək. Pentagonun başçısının digər köməkçiləri deyəcək. Ondan sonrasına dərin dövlətin nümayəndələri indi nə dərəcədə fəaldır onu deyə bilmirəm. Dərin dövlətin özü barbar bağıracaq, qışqıracaq. Yeri gələndə kimlərinsə özünə tüpürəcək. Və yaxud da ki, nümayəndələr palatası var, senat var. Nə partiya, nə bu respublikaçıdır, bu demokratdır. Bu Amerika insanıdır, Amerika vətəndaşıdır. Birinci növbədə Amerika vətəndaşından konstitusiyanın tələb elədiyi normaları yerinə yetirməyə çalışacaq. Partiyadır da, baxırsa. Trump da bu partiyadan prezident seçilib. Nə olsun ki seçilib? Mənə vətən lazımdır.
Mənə Amerikanın dünyanın birinci dövləti olması faktını sübut etmək lazımdır. Bunun üçün nə lazımsa etməliyik və edəcəyik. Vəziyyət belə gərgin ana çatanda Trump kimləri ən axırıncı sırada dayanacaq. Onların səsi eşidilməyəcək. Ona görə də bu Putinin belə son zamanlar görürsünüz nə qədər ruh düşkünlüyü ilə danışır. Görürsünüz nə qədər belə vəziyyətində mənfiyə doğru dəyişikliklər var. Əvvəlki kimi bağırmır, əvvəlki kimi əl-qol ölçmür, əvvəlki kimi kimlərisə hədələmir. Hətta sülhdən danışır, tezliklə sülh müqaviləsinin bağlanmasından danışır. Hətta Ukraynaya prezident seçkiləri üçün vaxt ayıracaqlarını belə bəyan edirlər. Bunların hamısı Ukraynaya qayğıdan gəlmir. Bunların hamısı qorxudan irəli gəlir. Amma Trump'ın seçildiyi ilk vaxtlarda gurulduyurdu. Gurulduyurdu. Vəziyyət Amerikada da, Rusiyada da ağırdır. Bəli. Ukrayna ağır vəziyyət, o da ağır vəziyyətdədir. Amma Ukraynada hər gün bir yeniliyin şahidi olursan. Ukrayna dron istehsalına görə dünyada birinci yerə Bəli, çıxdı. müdafiə sahəsində çox ciddi irəliləyiş var. Ukrayna özünün tankını istehsal edir. Ukrayna artıq Fransa ilə birlikdə özünün qırıcı təyyarələrini istehsal etməyə başlayacaq. Zavodu tamamilə yenidən qururlar. Ukraynaya Avropa Birliği 90 milyard euro faizsiz kredit verib. Haçan da qaytararsan. Bu həddindən artıq böyük güzəştlərdir. Bu güzəştlər dəli başları, içi boş başları ağla gətirməlidir. Ölçüb içiyə gətirməlidir. Bilməlidirlər ki, dünya bununla zarafat etmək istəmir. Dünya Avropa sivilizasiyasını, dünyaya böyük yeniliklər vermiş Avropa sivilizasiyasını Trump kimi vaxtını əyləncələrdə, nə bilim, golf oyunlarında, nələrdə keçirmiş adamların ayaqları altına sərməyəcək. Və ona da çəkinmədən deyir ki, burnumu Avropanın işlərinə soxma. Get oturduğun yerdə otur. Bütün bunlar onu göstərir ki, Avropa Birliği getdikcə daha da necə deyərlər, yekrəngi olur, birləşir. Avropa Birliğinin əlinə yeni silah növləri keçir demirəm, icad edir. Avropa Birliği zehni intellektual səviyyədə Amerikadan da yüksəkdir, hətta Yaponiyadan da yüksəkdir, Çindən də yüksəkdir. Sadəcə olaraq indiyənə qədər bir qədər cəmiyyət istehlakçı cəmiyyət formasına keçmişdi. İndi müharibə qapının ağzındadır. O istehlakçılıq ruhiyyəsini yığışdırmaq lazımdır. Hər şey müharibə üçün, hər şey qələbə üçün devizi üzrə yönləndirilməlidir. Və mən güman edirəm ki, bu Avropa intizamlı ölkədir. Başqa ölkələrdə heç Amerika ilə də müqayisə etməyin. Nizam, intizam ən yüksək səviyyədədir. Bir dəfə yuxarıdan əmr demirəm, göstəriş oldu, o göstərişi hətta Bomujda yerinə yetirir. Bomujda yerinə yetirir, səfərbər olur. Hətta cəmiyyətin ən aşağı təbəqələrində olan, sinfi simasını itirmiş adamlar da cəmiyyətin çağırışlarına səfərbər olunur. Bunlar belə ölkədir, indi görəcəksiniz. Görəcəksiniz onlar əvvəl Rusiyaya, sonra da Amerikaya hansı dağa çəkirlər. Amerika zaten öz problemini həll edəcək. Payız seçkilərindən sonra Trump'ın aqibəti bəlli olacaq. Və biz qarşımızda Amerikada yeni bir vəziyyəti görəcəyik.